Hər sizə salam. Mən Teymurov Ramil. Bugünkü dərsimdə sizlərə valyuta məzənnələrindən alış, satış və avans əməliyyatlarını izah edəcəm. İlk olaraq başlayaq alış əməliyyatlarından. Burada bizdə məsələmizdə qeyd olunub. Alfa MMC-nin valyuta ilə mal alışı əməliyyatları aşağıdakı kimi olmuşdu. İlk olaraq 30-cu 10-cu ay 2025-ci il tarixində Çindən 30.000 ABŞ dolları dəyərində mal almışdı. Həmin dövrün rəsmi məzənnəsi 1 dollar 1 manat 70 qəpik olmuşdu. İlk olaraq gələk bunun müqaviləşməsinə T hesablar üzərindən baxaq. Bildiyimiz kimi biz uçotumuzu milli valyutada apardığımız üçün xaricdən aldığımız məhsulu da milli valyutaya çevirib o formada hesabatımızda əks etdiririk. 30.000-i vururam 1.7-yə. Elədir 51.000 manat. Və həmin məhsulun ödənişində ödəmədiyim üçün birinci ilk olaraq onu kreditor borc kimi tanıyıram. Və kreditor borca da 51.000 qeyd elədim. Daha sonra birinci ödəniş baş verib 17-ci 11-ci ay 2025-ci il tarixində və 10.000 dollar ödəmişəm. Ödəniş zamanı isə 1 dollar 1 manat 73 qəpik məzənnəsində olmuşdu. Burada bir məqamı diqqətinizə çatdırım. Biz əgər ödənişi eləyiriksə, ödəniş bank hesabından çıxan zaman cari günün məzənnəsinə uyğun olaraq bank hesabımızdan çıxardırıq. Lakin biz kreditor borcu isə yarandığı məzənniyə uyğun olaraq həmin məzənniyi ilə azaldırıq. Və burada biz kreditor borcu yaradanda 1 manat 70 qəpiklə yaratdığımız üçün bu həmin ödənişi də, yəni 10.000 dollarda 1 manat 70 qəpik kimi kreditor borcdan azaldacağıq. Və qeyd etdiyim kimi bank hesabından da həmin məbləği azaldan zaman isə 10.000 dolları günün məzənnəsinə uyğun olaraq, yəni 1.73-dən azaldıram. Və burada belə bir sual yaranır. Bizim bank hesabımızdan 17.300 manat çıxdı. Lakin bizim kreditor borcumuz isə 17.000 manat bağlandı. Arada 300 manatlıq bir fərq var. Və bu fərqin aqibəti necə olacaq? Valyuta məzənnələri ilə bağlı əməliyyatlar aparanda bizdə adətən məzənnə dəyişikliyi baş verirsə, bizdə valyuta məzənnəsindən gəlir və ya valyuta məzənnəsindən xərc formalaşır. Məhz bu halda bizdə baxsaq əgər görək bizdə gəlir formalaşır yoxsa xərc formalaşır. Mənim bank hesabımdan daha çox pul çıxıb, lakin daha az borcumu bağlayım. Həm də burada digər məqamı qeyd edeyim ki, biz məhsul alanda 1 dollar 1 manat 70 qəpik idi. Lakin məhsulun ödənişləyəndə 1 manat 73 qəpik civarında olub. Və bu zaman biz həmin o aradakı fərq qədər məzənnədən xərcimiz formalaşır. Və o 300 manatda qeyd edirəm valyuta məzənnəsindən xərcə. İkinci ödəniş isə 15-i 12-ci ay 2025-ci il tarixində baş verib və 15.000 dollar ödəmişəm. Ödəniş zamanı 1 dollar 1 manat 65 qəpik məzənnəsi ilə. Biraz əvvəl də qeyd etdiyimiz kimi xarici ödəniş zamanı kreditor borcumuzda olan öhdəliyi yarandığı məzənni ilə azaldıram. Yəni 15.000 dolları 1 manat 70 qəpik kimi azaldıram. Lakin bank hesabından ödəniş çıxan zaman isə günün məzənnəsinə uyğun olaraq bank hesabından da həmin məbləği azaldıram. 1 manat 65 qəpik civarında. Və yekunda baxıram. Mənim bankımdan daha az pul çıxdı, lakin mənim daha çox borcumu bağladı. Bunun da hesablamasını aparaq. Aradakı fərqi biz 25.500 çıxılsın 24.750. 750 manat arada bir fərq var. Biz məhsulu alanda 1.70 idi valyuta məzənnəsi, biz məhsulun pulunu ödəyən zaman isə 1.65 manat olmuşdu. Və bu aradakı fərq bizim valyuta məzənnəsindən gəlirimiz olacaqdır. Məzənnə gəlirinə də 750 manat qeyd edirəm. Növbəti hissədə bizdən tələb olunur. 31-12-2025-ci il tarixində rəsmi məzənnə 1 dollar 1 manat 68 qəpik olduğunu nəzərə alaraq həmin tarixə spot məzənnə çıxardaq. Bildiyimiz kimi adətən ilin sonunda Mərkəzi Bank tərəfindən elan olunan məzənniyə əsasən biz monetar hesablara, yəni monetar hesab odur ki, pulla bağlı, valyuta ilə bağlı olan hesablara spot məzənnə çıxardırıq. Monetar hesablar deyəndə biz bunlara debitor borclar, kreditor borclar və bank hesabını misal göstərə bilərik. Burada da baxıram mənim bank hesabımda zaten pul yoxdur. Kreditor borcumda isə məndə müəyyən qalıq var və monetar hesab kreditor borc olduğu üçün həmin o kreditor borca spot məzənnə çıxartmalıyam. Mənim var idi 30.000 dollar borcum, ondan 10.000 bir ödəmişəm, 15.000 bir ödəmişəm. Yerdə qaldı 5.000 dollar. 5.000 dollar ilin sonu spot məzənniyə əsasən hesablayanda 5.000 vurulsun 1.68. Görürük ki, 8.400 manat evir. Lakin bizim kreditor borcumuz isə 8.500 manatdır. Və bu onu göstərir ki, bizdə kreditor borcda azalma baş verməlidir. Çünki biz alan zaman qeyd etdiyimiz kimi 1.70 idi məzənnə, lakin ilin sonunda valyuta məzənnəsi olub 1.68. Və bu 100 manatı biz kreditor borcumuzdan azaldırıq. Həmin o aradakı fərqi də biz özümüzdə gəlir kimi tanıyırıq. Çünki bizdən borcumuzdan qarşı tərəfə, qarşı şirkətə olan borcun manat qarşılıq olaraq 100 manat azaldı və bu bizdə valyuta məzənnəsindən gəliri formalaşdırır. Və
sonda bizim ən çox diqqət etməli olduğumuz məqamlardan biri də biz alış zamanı aldığımız vaxtda olan məzənliyi ilə ödəniş vaxtı arasındakı olan məzənnədir. Və əgər bu məzənnədə heç bir dəyişiklik baş verməzsə, bu zaman bizdə valyuta məzənnəsindən gəlir və ya xərc formalaşmayacaq. Lakin bu məzənnədə hər hansı bir dəyişiklik baş verərsə, məsələdə də qeyd etdiyim kimi valyuta məzənnəsindən gəlir və ya xərc formalaşır. Və sonda bizlər əgər istəsə ki, valyuta məzənnəsindən bu əməliyyatlara görə məndə gəlir formalaşdı yoxsa zərər, məndə baxıram 850 manat gəlirdi, 300 manat da zərərdir. Və yekunda görürəm ki, 550 manat mən valyuta məzənnəsindən gəlir əldə etmişəm. Növbəti hissədə isə biz satış əməliyyatlarına baxacağıq. Deməli, Alfa MMC xarici valyuta ilə bağlı həyata keçirilmiş əməliyyatı aşağıda kimi olmuşdur. Şirkət 02.02.2025-ci il tarixində Koreya şirkətinə 6000 avro dəyərində xidmət göstərildi. Bu zaman 1 avro 2 manat əsasında olmuşdu. Biz xidməti göstərmişik, qarşı tərəfə xidməti təqdim etmişiksə, bu bizim olacaq xidmətdən gəlirimiz. 6000 avro, günün məzənnəsi də 2 manat və 12000 manatı biz xidmətdən gəlir kimi tanıyırıq. Digər hissəsini pulu hələ əldə etmədiyimiz üçün debitor borc kimi tanımış oluruq. Növbəti hissədə göstərilmiş xidmətə görə 01.09.2025-ci il tarixində 3000 avro ödəniş edilmişdi. Ödəniş zamanı 1 avro 1 manat 90 qəpik şəklində olmuşdu. İndi gələk, bayaq da qeyd etdiyimiz kimi biz burada diqqətli olmalı olduğumuz məqamlar var və bu xüsusilə debitor borcdadır. Debitor borc biz azaldanda kreditor borcda olduğu kimi yarandığı məzənni ilə, yəni yarandığı məzənni hansıdır? 2 manat. 3000 avronu azaldırıq 2 manatdan. Evir 6000 manat. Lakin biz həmin məbləği bank hesabına mədaxil edən zaman isə həmin məbləği günün məzənnəsinə uyğun olaraq bank hesabında göstəririk. 3000 vurulsun 1 manat 90 qəpik şəklində. Baxıram, 5700 manat elədi. Bizim debitor borcumuzdan 6000 azaldı. Lakin bizim bank hesabımıza 5700 manat daxil oldu. Həmin bu aradakı 300 manat fərq mənim valyuta məzənnəsindən zərərim olacaqdır. Daha sonra 17.11.2025-ci il tarixində 1000 avro ödəniş edilmişdi. 1 avro 2 manat 10 qəpik məzənnəsi əsasında. Burada da qeyd etdiyim kimi debitor borcdan biz azaldanda 1000 manatı yarandığı məzənni ilə azaldıram. Lakin bank hesabına həmin pul mədaxil edəndə 1000 avronu 2 manat 10 qəpik kimi qeyd edirəm. Və baxıram, debitor borcumda 2000, lakin bank hesabımda 2100 manat var. Aradakı 100 manat fərq buradan da göründüyü kimi mənim olacaq valyuta məzənnəsindən gəlirim. Həmin bu məbləği də gəlir kimi özlüyümdə tanıyıram. Tələb olunur 31.12.2025-ci il tarixində rəsmi məzənnə 1 avro 2 manat 15 qəpik olduğunu nəzərə almaq və həmin tarixə spot məzənnəni çıxardaq. Spot məzənnə bir daha təkrar edirəm. Monetar hesablara çıxarılır. Monetar hesablara da biz misal olaraq debitor borcları, kreditor borcları və bank hesabını göstərə bilərik. Bizdə var debitor borc. Debitor borcumuz ilk olaraq 6000 idi. Daha sonra onun 4000-i ödəndi, qaldı 2000. 2000 avro. 2000-i də vururam 2 manat 15 qəpiyə və tapıram 4300 manat. Yəni ilin sonunda bizə verilən spot məzənniyə əsasən bizim debitor borcumuz 4000 manat deyil, 4300 manat olmuşdu. Lakin onu da diqqətinizə çatdırım ki, burada evro qarşılığı 2000 evrodur. Həmin bu məbləği 300 manatı da debitor borcdan azaldıb 4300-ə çatdırıram. Həmin bu artırdığım məbləğ də mənim məzənnədən gəlirim olacaqdır. Daha sonra digər monetar hesab olan bank hesabına baxıram. Bank hesabında ümumilikdə 4000 avro pul var və bu 4000 avrondan 2 manat 15 qəpiyə vururam, baxıram 8600 manat elədi. Lakin bizim bank hesabımızda 7800 var. 8600-dən də 7800-ü çıxıram. Aradakı fərq elədi 800 manat. Həmin bu 800 manatı bank hesabından əlavə edirəm və bu məbləği də özümdə valyuta məzənnəsindən gəlir kimi tanıyacağam. Və yekunda satış əməliyyatında da ödəniş hissəli oldu və ödənişin hər biri müxtəlif tarixlərdə müxtəlif məzənni ilə oldu. Verilən məlumatlara əsasən biz əməliyyatları apardıq və yekun nəticəyə gəldik ki, bizim valyuta məzənnəsindən gəlirimiz 1200 manat elədi, valyuta məzənnəsindən xərcimiz 300 manat. Yekunda biz valyuta məzənnəsindən 900 manat gəlir əldə etdik. Növbəti hissədə biz avans əməliyyatlarına baxaq. Avans əməliyyatlarında xüsusi diqqətli olmalı olduğumuz məqamlar var. İndi o məqamları sizə diqqətinizə çatdıracağam. Burada məsələdə qeyd olunub. Müəssisə 10 yanvar 2025-ci il tarixində Türkiyədən alacağı 30.000 dollar dəyərində malın dəyərinin 30%-ni əvvəlcədən ödəyir. Avans ödənişi zamanı 1 dollar 1 manat 70 qəpik olmuşdu. Malların ümumilikdə təhvil təslimi isə 17 noyabr 2025-ci il tarixində baş vermişdi. Bu tarixdə də 1 dollar 1 manat 72 qəpik olmuşdu. İlk olaraq gələk avans əməliyyatlarına. Bir məsələnizə diqqətinizə çatdırın yoldaşlar. Əgər biz məhsulu alırıqsa və buna görə əvvəlcədən avans ödəyiriksə, məhsulun artıq təhvil təslimi zamanı məzənnə fərqli olsa da, ödədiyimiz hissə, ödədiyimiz məbləğ məzənnənin dəyişdiyinə məruz qalmayacaqdır. İndi baxaq, 30.000 dollar malın dəyəridir və biz bunun 30%-ni əvvəlcədən ödəmişik. 30.000 dolların 30%-i edir 9.000 dollar. 9.000-i vururam
həmin avans ödənişi tarixində olan məzəniyə, yəni 1.70-ə elədir 15.300 manat və bizim bank hesabımızdan da çıxacaq həmin məbləğ 15.300 manat. Daha sonra malların ümumilikdə təhvil təslimi isə 17 noyabr 2025-ci il tarixində baş vermişdi. Bu tarixdə də rəsmi məzənlə 1.72 olmuşdur. İndi gələk, özlüyümüzdən malları artıraq. Malları artıq təhvil aldıq. Malları alan zaman ilk olaraq verdiyimiz avansı sıfırlamalıyıq. Malları qeyd edirəm 15.300, avansı bağlayıram 15.300. 30.000, 9.000 əvvəlcədən ödəmişik və yerdə qalır bizdə 21.000 dollar. Və bu 21.000 dollarda vururam təhvil təslim tarixində olan məzəniyə 1 manat 72 qəpiyə. Və mən baxıram ki, malların təhvil təslim tarixində olan həmin o 21.000 dollar dəyəri elədi 36.120. Bu həmin məbləği də özlüyündə qeyd edirəm kreditor borc kimi. 36.120. Və yekunda burada məhsulun ümumi total dəyəri elədi 51.420 manat. Biz burada hissəli ödəniş elədik. Bir hissəsini avans ödədik, bir hissəsini isə malların təhvil təslim tarixində olan məzəniyə uyğun olaraq malların dəyərini tanıdıq. Avans ödədiyimiz tarixdə məzəndə 1.70 olduğu üçün ödədiyimiz hissəni, avans ödədiyimiz hissəni 1.70 ilə götürürük. Lakin ödəmədiyimiz hissə isə təhvil təslim tarixində olan məzəniyə uyğun olaraq formalaşır və onun əsasında bizim malın maya dəyərini təşkil edir. Sonda yoldaşlar, əgər biz məhsula avans ödəməmişiksə, məhsulun maya dəyəri onun təhvil təslim tarixində olan məzəniyə uyğun olaraq hesablanır və artıq biz həmin qarşı tərəfə ödəniş elədiyimiz zaman isə həmin o aradakı fərqi də biz valyuta məzəniyyəsindən gəlirə və ya xərcə qeyd edirik. Bugünkü videomuzdan bu qədər. Bu kimi faydalı videoları izləmək istəyirsə kanalımızı izləmədə qalın. Növbəti dərslərdə görüşənədək.